O deyir, biri bir yerdə işləyirmiş. Dəri təmizləyirmişlər, neyinirmişlər. Orada bir üfunət iyi var imiş. Necə Mövləvi gətirir bunu. Deyir, o iyiyə öyrəşmişdi burnu. Əvvəl xoşu gəlmirdi iyidən, amma bir müddətdən sonra o iyi ilə elə razılaşmışdı. Hətta daha elə bir narahat da olmurdu. Bir dəfə deyir, o oradan çıxdı, gəldi, keçdi bir ətir dükanının yanına, girdi ətir almaq. Ətir dükanında ətiri çoxdur axı, iyi vururlar, ətirlər və s. O ətirin iyi deydi, buna çırpıldığı yerə bihuş oldu. Çünki bir ömürdür üfunət iyiyə öyrənib, təmiz iyi qəbul edir. Bihuş oldu, yıxıldı. İnsan ki, bir ömür bulaşıb günaha, hələ ibadətə bir dönüş edəndə görürsən, əvvəl əziyyətdir. Əvvəl zəhmətdir. Əvvəl çətinlikdir. Amma qatlaş. Ələmət taə. Qatlaş o kəffarəyə. Qəbul elə o çətinliyi. Qəbul elə ki, o çətinliyi, söz budur. Qəbul elə o çətinliyi ki, Allah Taala neynəsin? Allah Taala o ləzzətləri itirsin qəlbində, o qalan o ləzzətlər ki var, onun aradan aparmağın yolu o zəhmətdir. O zəhmətdir. Şirinliyi getsin də günahın vücudunda, deyir, dadı qalıb ağzında, istəyirsən o dad da içsin, biraz ibadətin əziyyətinə, zəhmətinə dözəcəksən. Bu üçün neyincəsən? Necə günahlar eləmişsən, onun əksinə edəcəksən. Üzr istəyirəm. Gecə vaxtı günahlara gedirdin, indi qalx gecə ibadətləri. Çətində sübhdən qabağa qalxmaq, qalx ayağa. O zəhmət lazımdır sənə. Ki, aldığın o yalancı ləzzətləri neynəsin? Qəlbindən çıxartsın, asla atsın bayra. Bir dənə günah üçün filan yerlərə girdin, filan səfərlərə, indi ziyarət səfərlərdən çıx. Biraz əziyyətlərə qatlaş. O ziyarətdə çəkdiyin əziyyətlərdən də yorulma. Yorulma. O sənin o günahdan aldığın ləzzətlərin kəffarəsidir. Kəffarəsidir. Allah istəmədiyi zəhmətə salmaya özü. Məsələn, bəzi adamlar görərsən, Allah istəmədiyi kimi özünü zəhmətə salar. Özündən acıq çıxmaq üçün, yox, belə yox. Yəni, həddi var hər şeyin, hüdudu var. Allah istəyən kimi. Allah dediyi qaydada. Allah buyurduğu kimi. O şeylərdən çıxma kənara. Get-gedə bax, insan bu cürünə tövbə eləyəndə bir müddətdən sonraki ibadətin də zəhmətinə dözür, bir dönəmdən sonra daha zəhmət də çevrilir həqiqi ləzzətə. Daha insan o gecə namazından əziyyət çəkmir,